Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib. 2 nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib. Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin əlavə olaraq rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar uğradıqları da məlum olub. Şirməmməd ilə birlikdə oğurluğa getmişik. 3 dənə maşını şüşəsini atverkayla sındırıb, sinə oğurluğa girmişəm. Marketə daxil olmuşam. Pulu götürmüşəm, arvad qarşımı kəsərkən arvadı itələmişəm və oradan çıxmışam çölə, Rəzəblə birlikdə hadisə yerindən qaçmışam. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.